O zaman dinləyin. Yuxarıdan gördüm ki, bənnalar və fəhlələr ətrafında toplaşdılar. Hərə bir şey deyirdi. Daş ustası dedi, Allah mənə lənət eləsin. Bütün günah məndədir. Köməkçisi narahat halda dedi, yetim oldum, cənab mühəndis getdi. Santexnik, boş-boş danışmayın deyə qışqırdı. Qaynaqçı bədənimə yaxınlaşıb, dəqiq bilmirəm, amma deyəsən hələ diridir. Onun kiçik bir yük maşını var idi. Sürətlə maşınına doğru getdi. Maşına minib arxasını bədənimə yaxınlaşdırdı. Fəhlələrdən ikisi maşının arxasına köhnə bir yorğan örtdülər. Daha sonra məni götürüb maşının arxasına qoydular. Dərhal xəstəxanaya tərəf yola düşdülər. Bədəninizi arxada tək başına buraxdılar. Yox, bədənimi maşına qoyan iki fəhlə də yanımda idi. Biri baş, digəri isə ayaq tərəfimdə. Bütün bu şeyləri yuxarıdan görürdünüz. Maşın hərəkət etdikdə bədənimin yanında idim. Ona necə yaxınlaşdığımı xatırlamıram. Lakin torpaqdan yananmış bədənimlə məsafəm çox az idi. Ondan yarım metr yuxarıda havada qalmışdım. Şaquli ya üfüqi vəziyyətdə. Şaquli, ayaq üstə dayanmış halda. Bundan əlavə, dünyada əldə etdiyim elm də mənimlə idi. Hərçənd ki, bəzən dünyada sahib olduğum elm yeni təcrübələrimlə düz gəlmirdi. Məsələn, maşının arxasında dayanıb küləyin əsməsini hiss etməyi gözləyirdim. Bir halda ki, hiss eləmirdim. Ya məsələn, rəng və nuru əvvəlki kimi görmək istəyirdim. Amma yeni vəziyyətimdə əvvəlkindən tamamilə fərqli görürdüm. Çox fərqli. Əslində biz bu dünyada rəng və nurları tam şəffaf formada görmürük. Düzdür, özümüz şəffaf gördüyümüzü zənn edirik, lakin belə deyil. Siz fərqli sözün xüsusi olaraq vurğuladınız. Cənab mühəndis, fərqlilikləri tamamilə açıq formada izah etsəniz çox sevinərəm. Olduğum mövqeydən rənglər və nurlar fərqli formada görünürdülər. Onların parıltılığı ecazkar, təəccüblü və məst edici idi. Mən dünya həyatında heç vaxt bu cür parlaqlıq görməmişdim. Sanki dünya həyatımda rəngləri qara bir parçanın arxasından görürmüşəm. Qara və qalın bir parça və ya qapqara bir eynək ilə əşyalara baxırmışam. O halımda isə sanki eynək və parça gözümün önündən çəkilmişdi. Məni anlaya bilirsiniz. Demək istəyirəm ki, ölümdən öncə və sonra rənglərin fərqi bu qədər hiss olunurdu. Bundan əlavə, mən o şəraitdə yeni rənglər də gördüm. Dünya həyatında mövcud olmayan rənglər, parıltısız formada. Biz dünya həyatımızda yalnız bir neçə rəng müşahidə edirik. İnfraqırmızı və ultrabənövşəyi rənglər arasında olan rəngləri görürük. Həqiqətdə isə minlərlə rəng mövcuddur. Çox canlı, əsrarəngiz və gözəl rənglər. Mən onların hamısını görürdüm. Bundan əlavə, çox ürək yaxşıyan nəğmələr. Etiraf eləməliyəm ki, vəsf olunmayacaq hətta nurlara, rənglərə və nəğmələrə vurulmuşdum. Məst halda idim ki, o səs mənimlə əlaqəyə keçdi. Fikrimcə, səs elə həmin nur, rəng və nəğmələrin içindən çıxırdı. Nə səs idi? Adi səs deyildi. İnsanın qulağı ilə eşitdiyi səslərdən deyildi. Daxili bir səs də deyildi. Yaxın bir nöqtədən çıxıb daxili aləmimə nüfuz edən bir səs idi. Yəni mən qulaq vasitəsilə deyil, bu səsi birbaşa daxilimdə hiss edirdim. Necə deyim ki, anlayasınız? O bir neçə şəxsə aid idi. Amma mən nə onun sahibini görür, nə də səsi adi qaydada eşidirdim. Səs sahibi kim idisə, sözünü mənə qeyri-adi formada çatdırırdı. Telepatik formada, bu sözümü tam olmasa da qəbul edib dedi. Təxminən. Yadıma səhər və onun bəzi sözləri düşdü. Mühəndis davam edərək dedi. Səsin sahibi həmin yolla duyğularını mənə çatdıra bilirdi. Mən də öz növbəmdə düşüncə və hisslərimi həmin yolla ona ötürürdüm. O səs, daha dəqiq desəm, səsin gözə görünməz sahibi son ana qədər mənimlə idi. Ölümü təcrübə etdiyim son ana qədər. Hətta sakit qaldığı zaman da mənimlə və yanımda olduğunu bilirdim. Vüqarlı və məhəbbət dolu varlığını hiss edirdim. Atasayağı mehribanlıqla demək olarmı? Ondan daha üstün, olduqca mehriban olan bir müəllim, ustad və ya yol göstərən idi. Az bir müddət dayandı və dedi. Mən yazınızın bu hissəsindən etibarən bu səs barədə çox danışacağam. Elə isə gəlin rahatlığımız üçün bu səsin adını ruhani səs qoyaq. Necədir?
Biz bir müddət öncə bir nəfərlə söhbət aparmışdıq. O, bu səsi səssiz səda adlandırmışdı. Kim olubsa yaxşı ifadə edib, amma mən ruhani səs adlandırmağı daha uyğun hesab edirəm. Heç bir problemi yoxdur. Çox gözəl. Elə isə bundan sonra deyəcəyəm. Mən ruhani səsə filan şey dedim və ya deyəcəyəm ki, ruhani səs mənə filan sözü dedi. Amma unutmayın ki, bizim dialoqumuz adi qaydada həyata keçməmişdi. Təsdiqləndi. Çox gözəl. Qapı döyüldü. Mühəndis qapının arxasında olan şəxsə xitabən dedi. Buyurun. Qapı açıldı. Şirkətin çayçısına oxşayan qoca bir kişi daxil oldu. İçində 3 stəkan çay olan sini ilə otağa daxil oldu. Mühəndis onu görər-görməz ayağa qalxdı və ona tərəf getdi. Minnətdarlığını bildirərək sinini ondan aldı və dedi. Zəhmət çəkdiniz, xəcalət verdiniz. Qoca kişi mehribanlıqla ona baxaraq dedi. Xoşdur oğlum, başqa nəsə lazım olarsa məni səsləyin. Mühəndis utanmış halda dedi. Çox sağ olun. Ehtiyacımız olarsa sizi zəhmətə salarıq. Qoca kişi getdi və mühəndis sinini masanın üzərinə qoyub əyləşdi. Bugün sizə yaxşı qulluq edə bilmədiyim üçün məni üzrlü bilin. İnşallah sabah qonaqpərvərliyimi göstərəcəyəm. Bu bir dəvət idi, sadə və dostcasına. Dedim, çox təşəkkür edirəm. Siz çox düşüncəlisiniz, amma heç bir üzrü qəbul eləmirəm. Mən və həyat yoldaşım gəlməyinizə çox sevinərik. Xahiş və israr edir ki, dəvətimi qəbul edəsiniz. Bir daha təşəkkür edib dəvətini qəbul elədim. Söhbətimizə davam elədik. Cənab mühəndis, indi isə söhbətinizin əsas hissəsinə geri dönək. Zəhmət olmasa bu sualıma cavab verin. Ruhani səsin sizə dediyi, daha doğrusu ötürdüyü ilk cümlə nədən ibarət idi? Salam. Anlamadım. Salam. Dediyi ilk söz salam idi. Salamına cavab verdim və biraz danışdıq. Nə danışdınız? Biraz özəl söhbətlər. Dəqiq cavab vermək istəmirdi. Ən azı hansı mövzuda danışdığınızı deyin. Özünüzlə bağlı idi, qeyb aləmi idi, ya başqa mövzu? Mesajınız alındı. Sualımı geri alıram. Lütfən mənazəranıza davam edin. Ruhani səs mehribancasına müvəqqəti olaraq onun qonağı olduğumu söylədi. Yəni ki, yenidən dünyaya qayıdacağam. Bir sıra şeylər görüb eşitdikdən sonra ondan soruşdum. Qayıtmağım nə qədər çəkər? Çox çəkməz deyə bildirdi. Mənim qayıtmağa heç həvəsim yox idi. Amma valideynlərimə görə narahat idim. Yəqin ki, işçilər baş verənlər barədə valideynlərimə xəbər verəcəkdilər. Əminəm ki, onlar xəbəri aldıqdan sonra çox narahat olacaqlar. Öz-özümə dedim, görəsən artıq xəbərdar olublarmı? Ruhani səs dedi, əgər istəsən, valideynlərinə baş çəkə bilərsən. Doğrudan, sualıma əlbəttə deyə cavab verdi. Bir anlıq hər tərəf qaranlığa büründü. Daha sonra ata-anamın evində olduğumu anladım. Evin ən kiçik otağında oturmuşdular. 4-ün 3-ə bir otaq var idi. Valideynlərim evin 3 otağı arasından ən çox bu otaqda rahatlıq tapırdılar. Daim bu otaqda oturar, yemək yeyər, qonaq qəbul edər və yatardılar. Ata və ananız bir-birinin yanında oturmuşdular. Anam samavarın kənarında, özünə məxsus döşəyin üzərində. Atam isə otağın sağ küncündə əyləşmişdi. O, anamın dediklərini dinləyə-dinləyə radionun şurupunu açırdı. Sözünü kəsdi. Radionun şurupunu, radio xarab olmuşdu. İçində olanları çıxarıb təmir etmişdi və şurupları yenidən bağlamaqla məşğul idi. Əlində dəstəsi sarı rəngdə olan 4 tərəfli vintaçan var idi. Atamın elektrik avadanlıqlarını düzəltməkdə xüsusi bacarağı var. Çox gözəl. Deməli, ananız onunla danışırdı. Nə deyirdi? Quran oxuma məclisində baş verənləri birə-bir danışırdı. Anam Quran oxuma məclislərinin daimi iştirakçısı idi. Quranın ən azı yarısını əzbərdən bilirdi. Barmağımın ucu ilə masanın küncünə 2 dəfə astadan vurub dedim. Məclisdə nə baş vermişdi ki? Məclisdə qadınlardan biri infarkt keçirmişdi. Beyin infarktı. Bu anamın atama dediyi məsələ idi. Anamın söhbəti əsnasında atam ətrafına göz gəzdirdi. Dodaqlarını bir-birinə sıxıb, əlini bir neçə dəfə xalçaya çəkdi. İtirdiyi kiçik bir şurupu axtardığını anladım. Anam ondan soruşdu. Nə axtarırsan? Atam, şuruplardan birini deyə cavab verdi. Mən o şurupu görürdüm. Özümdən asılı olmayaraq əlimi şurupa tərəf uzadıb dedim. Buradadır. Bunu dediyim zaman atam üzünü şurupa tərəf çevirdi.
Sanki səsimi eşitmiş ya da əlimi görmüşdü. O gülümsəyərək anama tapdım deyib götürdü. Həmin an telefon zəng çalmağa başladı. Kimin zəng etdiyini bilirdim. Əminliklə bilirdim. Zəng edən kim idi? Bina işçilərindən biri idi. Hadisə baş verən binanın, bəli, zəng edən orta yaşlı İsmail idi. O hadisə barədə valideynlərimi məlumatlandırmaq istəyirdi. Artıq orada qalmaq istəmirdim. Valideynlərimin bu xəbəri eşidərək izləmək, bu səhnəni görmək istəmirdim. Bir neçə il öncə kiçik qardaşım Rıza yol qəzası nəticəsində dünyasını dəyişmişdi. Dostu zəng eləyib xəbər verəndə mən atamın evində idim. O gün anamın necə çökdüyünün və atamın belinin sındığının şahidi oldum. Səsi qəhər ilə dolu bir anlıq kəsildi. Ona bir qədər möhlət verdim və davam eləyək. Valideynlərinizi bu xəbəri eşidərkən izləmək istəmədiniz. Bəli, yeri gəlmişdən qardaşım Rızanı xatırladım. Onun üçün darıxmışdım. İndiyənə qədər istəmədiyim qədər qəbristanlıqda, onun məzarının kənarında olmaq istədim. Həmin an ruhani sada dedi. Qəbristanlığa getmək istəyirsənsə, maneə yoxdur, get. Necə gedim? Deyə soruşdum. Dedi, yetər ki istəyəsən. İstədiyim an artıq qəbristanlıqda idim. Xahiş edirəm, kiçik izahıma diqqət yetirəsiniz. Şəhərimizin qəbristanlığı bir imamzadənin məzarının ətrafında yerləşir. Onun ziyarətgahının böyük bir günbəzi var idi. Bir çox müqəddəs məkanlar kimi. Bəli, qısacası qəbristanlıqda olduğumu anladım. Qardaşımın İmamzadənin ziyarətgahının yaxınlığında yerləşən qəbrinin yanında idim. Məzar daşına baxırdım. Ölü bir sərsənin cəsədi qəbrin üstünə düşmüşdü. Birdən xalamın qəbrə tərəf irəlilədiyinin şahidi oldum. Onun əslində dərman almaq üçün evdən çıxdığını və qəbristanlığın yanından keçərkən yaxşı olar ki, Rızanın məzarına gedib ona bir Fatihə oxuyum deyə düşündüyünü anladım. Xalam Rızanı çox sevirdi. O qəbrə yaxınlaşdığı zaman ölü sərsəni gördü. Əyilib quşun qanadının bir hissəsindən yapışdı və onu ağaclardan birinin dibinə qoydu. Sonra qəbrin kənarında sallağa oturdu. Sağ əlinin barmaqlarını Fatihə surəsini oxumaq məqsədi ilə qəbrin üstünə qoydu. Dərindən ah çəkib surəni oxumağa başladı. Diqqət olunası məqam budur ki, bu surəni oxuduğu müddətdə barmaqlarının ucundan nur şüaları qəbrə tərəf daxil olurdu. Təbii ki, o bu nurları görmürdü. Görən yalnız mən idim. Fatihəni oxuduqdan sonra əllərini havaya doğru tutub Rıza üçün dua eləməyə başladı. Dua zamanı da barmaqlarının ucundan nur çıxmağa davam edirdi. Bu dəfə isə qəbrə tərəf yox, asimana tərəf hərəkət edirdi. Xalam əllərini üzünə çəkib ayağa qalxdı və qəbristanlığın qapısına tərəf hərəkət elədi. Onun getdiyi an Rızanın qəbrinə daxil olmaq istədim. Öz-özümə fikirləşdim ki, görəsən qardaşının qəbrinə niyə daxil olmaq istəsin ki? Kiçik, qorxulu, qaranlıq qəbirdə maraqlı nə ola bilər ki? Mühəndis sərt baxışlarını mənə zilləyərək dedi. O qəbir heç də kiçik, qorxulu və qaranlıq. Dərhal xətakar dodaqlarını bir-birinə sıxıb sözünü yarıda saxladı. Hər kimi sükut eləyib bir-birimizə baxırdıq. Mən təəccüblü baxışlarla, o isə peşmanlıq və istirab dolu baxışlarla. Mən onun zehnimi oxumasından şokda idim. O isə bilmədən ruhunun gücünü ifşa etməsindən narahat idi. Həmin sükutdan sonra ona dedim. Deməli, siz digərlərinin düşüncələrini də oxuya bilirsiniz. Hüseyn təəccüblü formada məndən soruşdu. Düzmü eşitdim? Mühəndis insanların düşüncəsini oxuya bilir. Doğrudan cavab verdim. Bəli, beynimdən keçirdiyim sözləri dəqiqliklə eşitdi və gözlənilmədən özünü ifşa elədi. Mən yalnız ehtimal verdim ki, yaxşı, yalan deməyə haqqım yoxdur. Etiraf eləməliyəm ki, daim yox, amma bəzən insanların düşüncəsini oxuya bilirəm. Yəqin ki, ölümü təcrübə etməmişdən öncə bu cür istedada sahib deyildiniz. Düzdür? Düzdür. Mühəndis narahat halda dedi. İcazə verin, bu mövzunun üzərindən ötək. Mən icazə versəydim də Hüseyn icazə verməyəcəkdi. O həyəcanla mühəndisə dedi. Bu mövzunun üzərindən keçmək olmaz. Biz bundan öncə də ölüm təcrübəsi yaşandıqdan sonra xüsusi istedada sahiblənən şəxslərlə görüşmüşük. Hamısı öz qabiliyyətləri barədə söz açıblar. Siz də danışın. Sırf Allaha xatir, cənab mühəndis. Bu barədə daha çox bilməyimizə yardım edin. Oxucuların məsələdən tamamilə xəbərdar olması çox zəruridir. Uzun bir müddət mühəndisə israr elədi
və istəyinə çatmağa səy göstərdi. Nəhayət Hüseynin sözləri mühəndisə təsir qoydu. Hüseynin müqavimətindən yorulan mühəndis naçar qalıb dedi: